Təsəvvür edin, bir dövr var idi ki, qadınların universitet qapısından içəri girməsi belə böyük bir cəsarət tələb edirdi. Elə bir zamanda, 20-ci əsrin əvvəllərində bir Azərbaycanlı qadın vardı ki, yalnız bu qapını arxasında qoymadı, həm də elmin zirvəsinə doğru irəlilədi. Söhbət Azərbaycanın ilk qadın oftalmoloqu, Nobel mükafatına namizəd göstərilmiş alim Sona Vəlixandan gedir. Onun həyatı yalnız bir tip tarixçəsi deyil, cəmiyyətə, elmə və insanlığa ithaf olunmuş əsl ilham verici dastandır. Sona xanım Vəlixanın adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi olan bir ziyalı kimi həkk olunub. Onun elmi araşdırmaları tibb sahəsindəki fəaliyyəti Nobel komitəsinin də diqqətini cəlb edib. Sona İbrahim qızı Vəlixan 19 iyun 1883-cü ildə Qazax qəzasında anadan olmuşdur. 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirərək Azərbaycanda ali təhsilli ilk qadın həkim olmuşdur. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb. 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub. Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb. Beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib. Ən başlıcası isə Sona xanım Vəlixanın endoftalmitin patoloji anatomiyasına dair məqaləsi Nobel komitəsinin diqqətini özünə cəlb edib və onun mükafata namizədliyi qeydiyyata alınıb. Məlum olduğu kimi, İkinci Dünya müharibəsi zamanı Nobel komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona xanım Vəlixanın elmi işi Nobel mükafatına layiq görülməkdən məhrum olub. O, 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. Sona xanım 1945-1950-ci illərdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur. Professor Sona xanım Vəlixan əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur. 1982-ci ildə 99 yaşında Bakı şəhərində vəfat etmişdir.